dostlarımızdan biri var idi, namaz qılmırdı. Onun ağsaqqalı ona sual verir ki, ay bala, namaz niyə qılmırsan? Qeytir ki, valla dayı, əgər bilsən ki, Allah nə boyda rəhimlidir, sən də qılmazsan da. Yəni, keçər, təsəvvür elə gələn, bu artıq Allahın rəhmətindən sui istifadə eləməkdir. Sən cəhdi göstər. Allah deyir, sən nə qədər cəhdi göstərsən, yenə ödəyə bilməyəcəksən haqqı. Amma biz qiyməti sənin cəhdüvə veririk. Sən nə qədər səy elədin. İnsanın qədəri, qiyməti onun səyi qədərdir. Nə qədər səy göstərirsən, Allah o qədər qiymət verir sənə. Sən də 10 manat vermişsən, mən də 10 manat vermişəm. Amma mən 1000 manatdan 10 manat vermişəm, sənə cəmi 10 manatın var idi.